Bugün 24 oktyabr tarixində Naxçıvan şəhər məzarlığında qəhrəman şəhidimiz Cəmiyev Aşur Bayqaloğlu'nun ildönüm mərasimi qeyd ediləcəkdir. Allah'tan şəhidimizə, cəm şəhidlərimizə rəhmət diləyirəm. O cümlədən də Naxçıvan Muxtar Respublikasının bir çox rayonlarında, Şərurda, deməli, 3 şəhidimizin anım günüdür. Payız kəndində şəhidimizin anım günüdür. Yaycıda, Əbliqonusda şəhidlərimizin anım günləri qeyd ediləcəkdir. Çox təəssüflə qeyd etmək istəyirəm ki, çox təəssüf ki, bu şəhidlərimizin hamısının eyni gündə tədbirlərində iştirak etmək mümkün olmur. Ona görə də bütün ailələrə Allah'tan bol səbir diləyirəm. Şəhidlərimizin məkanı cənnət, məqamları uca olsun inşallah. Allah'ın emaneti, cennetinin zineti. Kim deyir şəhidlər ölür? Yalandır. Şəhidlər torpağa yeni can verir. İllərdir, yaralıydı Qarabağ. Zulfa rayon Yaycı kəndində qəhrəman şəhidimiz Rızalı Daşqının və Sahib Məmmədovun 5-ci ildönüm mərasimləri qeyd edilir. Allah'tan şəhidlərimizə rəhmət diləyirəm. Allah ailələrinə bol səbir versin. Amin. Aziz şəhid anaları, ataları, hörmətli mərasim iştirakçıları, burada məndən əvvəl şəhid anamız, şəhid atamız çıxışıladır. Mən onların da çıxışlarına qoşularaq qeyd etmək istəyirəm ki, bildiyiniz kimi tarixdən məlumdur ki, uzun illər boyu Azərbaycanımızda torpaqlarımız uğrunda qanlarını fəda vermiş, əhd olmuş balalarımızın hamısına rəhmət diləyirəm. Bir zamanda bu məzarlıqda uyuyan digər şagirdlərim var. Mən bugün fəxr edirəm ki, Azərbaycanımızın bütövlüyü uğrunda şəhid olan, qazi olan bu igid kəslərimizin mən müəllim olmuşam. İgid Mərdoğlu'ydu Azərbaycanın bir bahar günündə Zulfa elində. Dünyaya gəlmişdi Yaydı kəndində. Sevirdi idmanı, çox cəsur idi. Daim yarışlarda qalib gəlirdi. Kəndimizin igid oğlu Sahib Məmmədovun əziz xatirəsinə həsr olunur. Qaraqaş, qaragöz, məğrur baxışın, ey qəddi qamətli igid sahibim, sənin tək oğlu tarix yetirməz. Daim yaddaşlarda həkk olanımız. Vətəndarda deyib dadına yetdi. O öz vətəndən çıxaraq sahib, vətən uğruna canından keçdi. Çəkilmir yollardan yaşlı gözlərim, bəlkə döndün deyə var ümidlərim. Tükənib səbrim də yoxdur taqətim, ovutmur qəlbimi heç bir şey mənim. Var, qan qaçmış o palçıqda, sönmüş şəhid həvəsi var. Qurban olum, yavaş gəzin, o dağlarda, o daşlarda. Qara şallı bir ananın dağlar boyda yarası var. Sırdığın bir naçım ömrə, hər kəsin yadında şən qala bildin. Atıldın qanlı meydana, öz canını qurban etdin vətəninə, torpağına. Bismillahirrahmanirrahim. Okuyup tilavet ettiğimiz Kur'an-ı Kerim'in sevabını şəhidlərimiz Sahib Yaşaroğlu'nun, Aşkın Yaşaroğlu'nun və cəmi Azərbaycan şəhidlərinin ruhlarına hediye etdik, ulu dərgahında qəbul eyle. El-Fatiha.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah cəmi şəhidlərimizə Allah hamımızdan rəhmət razı eləsin. olsun. Məkanları Hamımıza cənnət, özünün məqamları uca minnətdarlığımızı olsun bildiririk. inşallah. Şəhid ailələrimiz ikisi də ehsan verir, hamına ehsan. TikTok'umu uğradılar. Burada bir şey böyle.